Hər vaxtınız xeyir olsun, hörmətli APA TV izləyiciləri. Yerində verilişinin bu dəfəki qonağı şahmatçı, beynəlxalq usta Ülviyə Fətəliyevadır. Xoş gördük. İlk olaraq sizi təbrik edirəm. Uğurlarınızın daimi olmasını arzulayıram. Təşəkkür edirəm. Yunanistanın Rodos adasında təşkil edilən Avropa çempionatında qızıl alan ilk Azərbaycanlı şahmatçı kimi tarixə düşdünüz. Birinci xanım Mehriban Əliyeva da sizi təbrik etdi. İlk olmaq necə bir hissdir? Çox qürur verici bir hissdir. Çox sevindiricidir. Tərifsizdir, belə deyim. Xüsusilə də Mehriban xanımın bu zərif təbriki daha da sevindirdi. Sevincimə sevinc qatdı. Bu səbəbdən çox qürurluyam. Şəxsi yarışlarda istədiyimi əldə edə bilmirəm, lakin bu dəfə alındı demisiniz. Sizə qələbəni qazandıracaq məqam nə idi? Psixoloji balansda olmaq, yəni çox emosional yanaşmamaq və düşünürəm ki, təcrübə bir yerdəndir. Qalib gəlmək üçün insana ilk olaraq nə lazımdır? Əzmkarlıq və çalışqanlıq. Və bununla yanaşı hər daim inanmaq lazımdır ki, hər zaman xəyallarımız, istəklərimiz istədiyimiz turnirdə alınmasa da mütləq şəkildə həyata keçəcək. Artıq Avropa çempionusunuz. Yəqin bundan sonrakı hədəfiniz dünya çempionu olmaqdır. Hədəfə çatmaq üçün hansı hazırlıqları görürsünüz? Ümumiyyətlə sekundantınız kimdir? Bir çox bura gələn məşqçilər olubdu. Onların komanda şəklində məşq prosesimiz olub. Bunlar hamısı çox yaxşı təsir göstərir. Ən əsası Yevgeniy Tomaşevski komandanın məşqçisi köməklik göstərir. Hər bir idmançının özünə məxsus taktikası olur. Uğur qazanmaq üçün müdafiə taktikası daha etibarlıdır, yoxsa hücum? Mən deyə bilmərəm hansı daha etibarlıdır, lakin mən aqressiv şahmatçıyam, aqressiv stildə oynayanam. Yəni hücum stilini sevənəm. Lakin mən deyə bilmərəm ki, hücum stili müdafiə stilindən, yəni pozisyonla oynamaqdan daha üstündür. Son oyunda rəqibin at D5 gedişindən sonra sizin az da olsa üstünlüyünüz var idi. Siz isə piyadanı C6-ya gətirərək oyunu sadələşdirdiniz, yəni heçə çəkdiniz. Oyunu qələbə ilə bitirmək olmazdımı? Bilirsiniz, mən bir xal öndə idim bütün digər iştirakçılardan və artıq heçə mənim birinci yerimi qaranti eləyirdi və belə turnirlərdə heç nəyə risk atmaq olmaz. Və fil B5-dən sonra bəli üstünlük ola bilərdi, lakin o vəziyyəti tutmaq mümkün deyil. Çünki əks rəngli fillər alınır. Əks rəngli fillərdə isə ağır figurlar olsa, yəni vəzirlər olsa biraz ola bilər. Toplarda da əgər hər hansısa bir zəiflik olarsa, o isə artıq vəziyyətdə olmadığı üçün, rəqibin vəziyyətində və artıq riskə ehtiyac olmadığı üçün fil B5 keçişini etmədim. Saldı sadələşməyə və tez bir zamanda heçəyə aparırdı, hansı ki birincilik üçün lazım olan xal idi. Böyük hədəflər üçün hansı bacarıqlarınızın üzərində çalışmağa daha çox ehtiyacınızın olduğunu düşünürsünüz? Düşünürəm ki, yaxşı debüt hazırlığı olmalıdır mütləq surətdə. Müxtəlif debüt açılışlarını bilməlisiniz ki, müxtəlif strukturları yaxşı qavraya biləsiniz. Debüt açılışı ilkdir və endişbilir. Bununla yanaşı taktikalarda etmək lazımdır. Bu qələbə üçün kimə borclu olduğunuzu düşünürsünüz? Mən bu qələbədə hər kəsə, dəstək olan hər kəsə çox minnətdarlığımı bildirirəm. Yaxşı ki varlar, dəstəklərinə görə çox sağ olsunlar. Amma borclu olduğum, əgər kiməsə borcluyamsa belə bir şeyə görə, mən bu yoldan əl çəkmədiyim üçün doğrudan da özümə içimdəki o inanca borcluyam deyə düşünürəm. Ki, yəni bu yoldan dönmədim, inandım, öz xəyalımın arxasınca getdim. Buna görə yəni belə yaxşı ki getmişəm. Gəncədə doğulduğunuzu bilirik, lakin Zərdablı olmağınız barədə də iddialarla rastlaşdıq. Hansı bölgəmizin yetirməsisiniz? Mənim atam Zərdabda doğulub, lakin artıq universitetə qəbul olduqdan sonra orada fəaliyyət göstərməyə başlayıb. Yəni mən Gəncədə doğulmuşam və Gəncə Şahmat Məktəbinin yetirməsiyəm. Və mən düşünürəm ki, hər bir bölgəmiz, Azərbaycanın hər bir bölgəsi gözəldir və oradan təbii ki gözəlliklər gələ bilər. Lakin mən Nizami yurdunun yetirməsiyəm deyə düşünürəm. Atanız bildiyimiz kimi aqrar sahədə öz imzası olan mütəxəssisdir. Sizin uğrunuzda Hasil müəllimin rolu nə dərəcədə olub? Ümumiyyətlə şahmat oynaya bilirmi? Atam şahmat oynaya bilir, lakin professional səviyyədə deyil. Təbii ki, həvəskardır yəni elə bilə bilir. Ən çox ruhlandıran,
Baxdıqca xəyallarımın dalınca getməyə nə qədər gözəl olduğunu göstərən bir nümunədir mənə görə atam. Ona görə ən yaxşı dəstəkçim, ən güclü dəstəkçim və məni ruhlandıran rol model, rol fiqurudur mənim üçün atam. Rəqibinizi özünüzdən zəif saydığınız anlar olubmu? Təəssüf ki, belə bir hisslərə qapılırıq. Yəni istər-istəməz hər birimizdə ego var və oyuna çıxmadan öncə bu fikirlər gələ bilər. Lakin oyun zamanı çalışıram ki, bu fikirlərdən uzaqlaşım, yalnız şahmata fokuslanım. Uğurlu şahmatçı olmaq üçün nə etmək lazımdır? Uğurlu şahmatçı və ya düşünürəm ki, hər hansısa bir sahədə uğurlu olmaq üçün mütləq şəkildə çox çalışıb və xəyal etmək lazımdır. O xəyalların arxasınca getmək lazımdır. İnanmaq lazımdır ki, mən bir şey xəyal edirəmsə, bu işdə çalışıramsa mütləq alınacaq. Təşəkkürlər. Bir daha sizi təbrik edirəm. Çox sağ olun, yaxşı ki gəldiniz. Dəstəyinizə görə minnətdaram. Bir daha xatırladaq ki, yerində verilişinin bu dəfəki qonağı şahmatçı beynəlxalq usta Ülviyə Fətəliyeva idi. Sağ olun, salamat qalın.